Друзья мои, это видео для тех, которые сомневаются, что Израиль и Азербайджан братья. На самом деле этому видео, которое я сейчас прикреплю, уже, наверное, года 2. Но я считаю, что все сказано, актуальное даже на сегодняшний день, поэтому ставьте лайки и подписывайтесь на канал. Фаик, тебе огромное спасибо, ты красавчик, ты мой друг. Мы с тобой общаемся, жду тебя в Баку, как-то так. Selamünaleyküm. Azerbaycan'a, Azerbaycan milletine. Ben Faik, İsrail'de yaşayıram. 81-ci ildə Oğuz rayonunda doğulmuşam. Yevlax şəhərində böyümüşəm. Dağ Yahudisiyəm. Mənim həm canım, həm hər şeyim Azərbaycan torpağına qurban olsun. Görürəm ki, var, nədən deyim, klonlar var ki, yazırlar. Fələstin qardaşlarımız, nə bilim nələr, oyan. Nə deyim? Mən Azərbaycanda doğulmuşam. Mən bilirəm müsəlman millət nədir. Fələstin, onlar müsəlman deyillər. Onlar özlərini yazırlar müsəlman. Onlar nətər deyimi, Azərbaycanca bilmirəm nətər deyim o sözü. Adbrosk, əstağfurullah, nə deyimi? Çox görürəm Facebookda, nə bilim, Instagramda, TikTokda oyan buyan. Mi müsülmani yedim, kvam, oyan, buyan. Mən müsəlman deyiləm. Mən Yahudiyəm. Bax. Bayraq Azərbaycanın bayrağıdır. Həmişə mən üstümdədir, ürəyimdədir. Biz birbirimizə düşman deyilik, yox. Mənə göstərin, Yahudi girifdi uşağın bağına, kəsifdi uşağın başını, hamilə qadına təcavüz elifdi, qarnını çıxardıb. Başımız xarabdır sizin. Siz nə demək istəyirsiniz? Mən, əstağfurullah, yəni başa düşün məni ki, mən o demək istəyirəm ki, o Azərbaycanda doğulan, yaşayan var, o nankör çipuşilalar yazırlar, bilin. İsrail, nə bilim, vəhşidir. Kimdir vəhşi? Göndərin ki, Yahudilər, vəbşi. Azərbaycan, sizdən düz istəyirəm. Azərbaycandan çıxan Yahudilər, dağıdı Yahudilər, kiməsə təcavüz eləyibdir. Deyirsiniz də ki, yəni, hamı yox, əstağfurullah, başa düşün məni. Yahudilər, nə bilim, zverdirlər, oyan, buyan, nə bilim, nələr. Çox şey demək istəyirəm, prosto. Emosiya dağıdır məni içimdən.
Ay qardaş, mən Azərbaycanda doğulmuşam. Oğuz rayonunda doğulmuşam. Oğuza canım qurban, qanım qurban. Yevlaxda böyümüşəm. Mən baxın, tərtəmizdir, tərtəmizdir. Baxın, tərtəmizdir. Bu bayrağa burada, İsrail'e söz deyə bilməzdir. Heç kim deyə bilməz. Mənim yanımda olmasın. Estağfurullah. Mənim ürəyim ağrıyır, içim ağrıyır. Yazırlar Azərbaycanda doğulan o, nə bilim, klon deyim, Çipuşila deyim, bilmirəm nə deyim. Fələstinli qardaşımız. Mən 81-ci ildə doğulmuşam Azərbaycanda. Mən bilmirəm nədir təcavüz. Mən Fələstin millətini tanıyandan sonra bildim nədir təcavüz. Başımız xarabdır. Fələstin müsəlmandır. Kur'an'ı yadınızdan çıxartmışsınız. Siz vəbşi harda yaşayırsınız? Sizin beyniniz hardadır? Fələstin qardaş. Fələstin ha vaxtdan sizin qardaşınız olubdu. Erməninin dudağından öpürdü. Ha? O yan bu yan. Ne bileyim o Erməninin şeyi vardı. Ben ne bileyim ne deyirlər ona. Arafat'ın dodağından öpürdü. No, mən demirəm, kim istəyir kimi öpsün, mənlik deyil. Yahudi'den bize kardeş olmaz. İsrail'den bize kardeş olmaz. İkinci Qarabağ müharibəsində biz burada bütün İsrail'i kaldırdık yukarı. İstemirsiniz? Özünüz bilərsiniz. Qardaş olmaz. Mən həmişə Azərbaycanı sevmişəm. Azərbaycanı sevirəm. Azərbaycan mənim doğma anamdır. Torpaq anamdır. Mən orada doğulmuşam. Ama var nətər deyim, başa düşmürəm. Ürəyimin içi ağrıyır ki, bilmirsiniz siz Palestin hardadır. Yazırsınız. Ey Palestin kardeş, Müslüman, gəlirik, biz sizlə hara gəlirsiniz? Hara gəlirsiniz? Kimə qarşı gəlirsiniz? Əsl qardaşınızı öldürməyə gəlirsiniz. Hansı ki sizin düşmanınızı
tərəfi tutan, düşmənimizin ağzından öpən, onun tərəfini tutursunuz. Amma əsl qardaş